Səffət Səfanın bütün əlyazmalarında türk olduqları açıq-aşkar vurğulanır. Şah İsmailin fərmanlarında da ya deyirdi Əbülmüzəffər İsmail Bahadır sözümüz, ya da deyirdi ki Zillullah fil arzı Şah İsmail Bahadır xan sözümüz. Biz konkret hansısa bir dövlətin və yaxud da ki, tariximizdə olan hansısa bir şəxsiyyətin fanatikliyini eləmirik. Nə desə odur. Yəni, doğruya doğru, əyriyə əyri. Burada kiminsə pərəstişini aparmaq və s. yoxdur. Əlbəttə ki, Səfəvilər dövlətinin də səhvləri var. Səfəvilər dövlətinin də müəyyən mənada cinayətləri də var. Yəni, bunu da etiraf eləmək lazım. Deyəcək ki, keçən dəfə biz bunu dedik. Lakin, hər hansısa bir mənfi hala görə biz tariximizdən Səfəvləri silə bilməliyik. Eyni zamanda bütün bunların hamısı Səfəvlərlə bağlı Namiq müəllimin keçən dəfə dediyi faktları da inkar eləmir. Necə ki, onun dediyi faktlar hamısı sənədlərə əsaslanır və bugünkü verilişimizdə də biz bunu göstərəcəyik. Namiq müəllim, buyurun, söz sizdədir. Çox sağ olun Samir müəllim. Mən də izləyicilərimizi salamlayıram. Hər vaxtınız xeyir olsun. 2018-ci ildə Ankara'da bir simpozium var idi və orada mən bir məruzə hazırlamışdım. Siz mənə müraciət edəndə ki, bu haqda müəyyən sənədlər olsun və s. Mənim o vaxt hazırladığım slayd hələ də var və mən istəyirəm ki, ondan faydalanım. Çünki orada müxtəlif mənbələrdən nümunələr verərək mən bu məsələni izah etmişdim. Burada ən mühüm mənbə biz əvvəl də ifadə etdik. Səffətü Səfadır. Səffətü Səfa 1358-ci ildə tamamlanmış bir əsərdir. Çox həcmli bir əsərdir. Bunda müxtəlif əlyazmaları var. Kəsrəvi adında İran alimi 1920-ci illərdən etibarən müəyyən iddialar ortaya atdı. Səfəvilərin türk və seyid olmadıqları haqda, bunların hər ikisini inkar edən və s. Və Səfəviləri İrani etnoslara bağlamaq üçün müəyyən mülahizələr orada önə sürdü, müəyyən iddialar önə sürdü. Azərbaycan alimlərindən Oqtay Əfəndiyev və Mirzə Abbaslı ayrı-ayrılıqda onun bu iddialarının əleyhinə əks argumentlər önə sürdülər. Oqtay müəllimin əsərini yəqin ki, izləyicilərimizin də böyük əksəriyyəti oxuyub ən azından. Bəli, ən azından onun argumentlərindən xəbərləri var, mən hesab edirəm. Mirzə Abbaslı isə o illərdə 50 səhifəlik məqalə hazırladı. Hardasa bundan 50 il əvvəl yayınlandı, Ankara'da yayınlandı. Və orada Kəsrəvinin bu mülahizələrinin yanlış olduğunu, Səffətü Səfanın çox əski əlyazmalarında, nəinki əski, bütün əlyazmalarında, baxın bunu əvvəl dedim, istisnasız olaraq deyirəm, bütün əlyazmalarında türk olduqları açıq-aşkar ifadə edilib. Çox üzr istəyirəm, müəllim. Orada Mirzə Abbaslı səhv etmirəmsə deyir ki, mən ilk nüsxənin mikrofilmi üzərində oxuyub da onu. Bəli. Orada da ki, sözü yoxdur deyir. Mən elə oxumuşam, səhv etmirəmsə elə deyir. Haqlısınız, bəli, deməli, orada açıq-aşkar yenilirəm, həm Mirzə Abbaslı'nın yararlandığı əlyazmada, həm də digər bütün Səffət Səfanın bütün əlyazmalarında türk olduqları açıq-aşkar vurğulanır, ifadə edilir. Amma burada bir iş var idi ki, 1950-ci illərdə Toğan məşhur bir alimdir, Başqırt mənşəli alimdir. Türkiyədə uzun müddət akademik fəaliyyətlərini sürdürüb, müəyyən bir müddət Avstriyada da olub belə. Toğanın deməli fransızca məqaləsi var. Mən elə onu 2000-ci illərin əvvəllərində oxumuşdum. 12 səhifəlik məqalə deyil, 4 səhifəsi Səffətü Səfanın farsça mətnlərindən ibarətdir. Qalan səhifəsi fransızcadır. Orada da Səfəvilərin seyid olmadıqlarını, türk olmadıqlarını eyni zamanda iddia edir və Kürd mənşəli olduqlarını ifadə edir. Toğanın belə bir fikir önə sürməsi müəyyən çevrələrdə yanlış fikirlərin formalaşmasına səbəb olmuşdu. Mən ona görə də bu Ankara'da, bu simpoziumda iştirak edəndə əsas etibarilə Toğanın orada önə sürdüyü faktlar nədir? Onları mən araşdırdım və onun haqlı olub olmadığını orada özüm üçün müəyyənləşdirmək istədim. Və orada da Toğan demək 3 əlyazma nüsxəsindən istifadə eləmişdi. Bunların arasında xüsusən də 2 əlyazma nüsxəsi ki, biri Hollandiyada saxlanılır. isə Ayasofya'ya aiddir. Ayasofya'da qeydiyyata alındı. Deməli, bu iki əlyazma əsasında Səfəvilərin türk və seyid olmadıqlarını iddia edirdi. Mən bu iki əlyazmanın ikisini də əldə etdim mən və bu əlyazmaların oxunması əsnasında məlum oldu ki, hər iki əlyazmada əslində Səfəvilər həm seyid adlandırılırlar, həm də türk olduqları onların ifadə edilir. Bəzi şəxslər deyə bilərlər ki, bunlar bir-birinə ziddir, yəni seyid isə bu demək ərəb mənşəlidir.
Lan belə. Sual verəcəydim. Mən bunu əslində ilk çıxışımda da mən bunu izah elədim. Burada heç bir belə deyək də ziddiyyətin olduğunu mən zənn etmirəm. Nə üçün? Çox sadə bir şəkildə izah edəsək əgər. Bəli, bu ailə, əvvəla burada seyid olduqları səfada vurğulanırsa və yaxud orada seyidli şəzərələri varsa, bu hələ onların seyid olduğunu ifadə etmir. Yəni, amma bu nəyi ortaya çıxardır? Bunu ortaya çıxardır ki, Səfəvilər iqtidara yüksəlmədən də çox-çox əvvəllər seyid olduqlarını ifadə edirdilər. Və onların ətrafındakı insanlar da bunları bir seyid ailəsi kimi qəbul edirdilər. Yəni, tarixçi kimi bizi maraqlandıran məsələ budur. Yoxsa ki, yəni, həqiqətən bunların soyu seyid deyə gedib çıxırdı. Bunun, yəni, sırf tarix araşdırması anlamında heç bir mənası yoxdur. Mən sizə deyim, heç bir mənası yoxdur. Amma bizim üçün burada mənalı olan xüsus nədir? Odur ki, bu ailə özünü seyid ailəsi olaraq ifadə edirdi, lakin türk ailəsi olaraq da eyni zamanda ifadə edirdi. Bəs bu ziddiyyət təcrübə olacaq. Bu da əslində bir ziddiyyətin yerəcək olduğunu mən zənn etmirəm. Əslində bunlar seyid şəcərəsinə sahib, türkləşmiş bir ailə olduğunu söyləmək istəyirdilər. Yəni ki, bu da bilirsiniz ki, bu da o illər üçün, ondan sonra ilk zamana qədər də bu sıradan adi bir şeydir. Yəni, indi Azərbaycanda çox sayda insanlar var ki, seyid olduqlarından, bunlar heç biri özünün ərəb olduğunu iddia etmir. Türk olduqlarını, Azərbaycanda olduqlarını deyirlər. Yəni, Səfəvilər də əslində Saffətüs Səfada bu cür faktlara yer verərək bizə eyni şey deyirlər. Seyid olduqlarını, lakin Türk etnosunun bir hissəsi olduqlarını deyirlər. Özlərini Türk etnosundan ayrı saymırlar. Deməli, indi mən burada slaytı paylaşıram icazənizlə. Deməli, biz bu həmin o simpoziumda iştirak edərkən az əvvəl dedim, Toğanın bu fikirlərini araşdırmaq istədik və bu ilə əlaqədar bu slaytı hazırladıq. Burada aşağıdakı sualları biz cavablamaq istəmişdik həmin vaxt. Bu suallardan ilk o idi ki, Səfəvilərin seyidlik iddiaları nə vaxtdan etibarən var? Bu iddialar həqiqəti əks etdirirmi və yaxud da bu ilə əlaqədar hər hansı bir sənədlər və yaxud da ki, faktlar yer alırmı o dövrdəki mənbələrdə? Ondan sonra təbii ki, bu Səfəvilərin inanc məsələlərinə əlaqədar da müəyyən fikirləri ifadə etmişdim. Amma indi burada əsas bizim üçün maraqlı olan türk və seyid olmaqlarına əlaqədar faktlardır ki, mən bunların üzərində daha çox dayanacağam. Deməli, ilk sualımız Səfəvilərin seyid olub-olmadıqları haqdadır. Bu Toğanın həmin o məqaləsidir, o biraz əvvəl deyil. Bu məqalə bəli, fransızca çap olunub, özü Suriyada, Dəməşq şəhərində yayımlanıb. Dediyim kimi 12 səhifədən ibarətdir, az əvvəl də dedim. Bunun 8 səhifəsi fransızcadır, 4 səhifəsi isə Saffətüs Səfanın farsça mətnlərindən ibarətdir. Burada deyir ki, mən, yəni Toğan bu məqaləni hazırlayarkən 3 dənə əlyazma nüsxəsindən istifadə edir. Bunların ikisi Ayasofyada saxlanan əlyazmalardır və xüsusən də burada 3099 sayılı əlyazma bizim üçün çox önəmlidir. Çünki bu əlyazma 1491-ci ilə aid, yəni Şah İsmailin iqtidara yüksəlməsindən 10 il əvvələ aid. Deməli, burada ikinci əlyazma da yenə Ayasofyada saxlanan bir əlyazmadır. 2123 sayılı əlyazmadır. Bu əlyazma burada yazıldığı kimi Şah İsmailin artıq iqtidara yüksəlməsindən sonraki illərə, 1508-ci ilə aid. Və bunu da B əlyazması kimi Toğan məqalə içində verəcəyini ifadə edir. Üçüncüsü isə Hollandiyada saxlanan, Leiden şəhərində saxlanan əlyazmasıdır. Bu da 2639 nömrə ilə Leidendə mühafizə edilir. Bunu da C əlyazması olaraq Toğan öz məqaləsində bundan istifadə edəcəyini vurğulayır. Biz az əvvəl dedim, mən bu məqalənin hamısını oxumuşam və hətta 2000-ci illərin əvvəllərində bunu Azərbaycancaya da tərcümə etmişdim. Məqaləni mən çevirərkən mən çox heyrət etdim məsələn. Solda Saffətüs Səfanın B əlyazmasından, yəni Ayasofyada saxlanan 2123 sayılı əlyazmasından demək olduğu kimi farsça mətni verir. Bu bursi tərəfdə isə bunun fransızca mənasını burada yazılır. Görürsünüz, burada yazılır B əlyazması. Burada da B əlyazması. B deməli olur Şah İsmail dövründə yazılan da. Bəli. Deməli burada bunu biz oxuyuruq biz. Burada Səfəvilərin Kürd olması ilə əlaqədar heç bir fikir yer almır. Ən xırda belə bir fikir belə yer almır. Ancaq Toğan buradakı mətni çevirərkən, yəni farscadan fransızcaya Səfəvilərin Kürd olduqlarını iddia edir. Baxın burada Kürd Firuz Zərrin Külah yazır. Halbuki farsca mətndə belə bir ifadə yer almır. Baxın burada B əlyazmasıdır. Bu da B əlyazmasıdır. Deməli, üzr istəyirəm. Bu mətni əvvəlcə verir, daha sonra isə deyir ki, indi biz bunu fransızca mənasını yazacağıq burada yazılanların. Fransızcada birdən-birə Kürd sözü ortaya çıxır. Halbuki burada orijinalda da yoxdur da o. Öz verdiyi Kürd ola sözü bilər, yox. Burada Kürd sözü yer almır. Kürd sözü burada yer almır. Və mən sizə bir şey də deyim. Müəyyən araşdırmacılar var. Mən bunu həmin o simpoziumda çıxış edərkən, elə həmin o dediyim araşdırmacılardan da bəziləri var idi orada.
Mən orada dedim ki, Toğanın bu məqaləsinə bir çox adamlar istinad edirlər. Ancaq mən əminəm ki, orada dedim. Hətta o zaman mənim çıxışımı videoya da almışdı orada və s. Orada da mən dedim ki, lakin bu araşdırmacıların böyük əksəriyyəti Toğanın məqaləsini əslində oxumayıblar. Yəni mən bundan əminəm. Bu məqaləyə istinad edənlərin, yenə dedim, böyük əksəriyyəti əslində bu məqaləni oxumuş olsaydılar, yəni burada o qədər böyük ziddiyyətlər var ki, bu ziddiyyətləri anlayardılar və bunlar haqqında fikirlərini ifadə edərdilər. Az əvvəl dedik ki, Toğanın məqaləsində farsça mətn dedik ki, yanlış tərcümə olunub fransızcaya. Mən burada hər ikisini, yəni Saffatüs Səfanın farsça mətnində hansı cürdür, Toğan bunu fransızcaya hansı cür tərcümə edib. Bunların hər ikisinə burada yer vermişəm. İstəyənlər də bunu müqayisə edə bilərlər. Burada da orijinalları yer alır. Deməli, burada az əvvəl də dedim, Kürd ifadəsi yer almadığı halda, baxın, burada sadəcə Firuz nə deyir, Zərcin Kürtlar. Burada heç bir Kürd. Amma burada isə bu farsçadakı mətnin mənasını verəndə burada Kürd Firuz deyir. Yəni burada bu tamamən olmayan bir şeyi özündən əlavə edir. Bəs üzr istəyirəm, bu belə ola bilməzmi ki, Şah İsmail özü desin ki, yox, bunu Kürd sözünü yazmayın ora. Yox, bilirsin nəzirdir. Mən bunun səbəbini izah etmirəm. Mən sada deyirəm ki, özü verdiyi mətndəki Səfəvilərin Kürd olduğunu iddia edir. O əslində bir söz yer almır. Bunu fransızca çeviriyə özü əlavə edir. Onu başa düşdüm mən. Amma buna rəğmən, baxın, mən eyni zamanda bunu da deyirəm. Buna rəğmən, bəli, Saffatüs Səfanın 2 dənə əlyazma nüsxəsində, bəli, Firuz Şah Kürdi Əl-Səncani olaraq bunun nisbəsi ifadə edilib ki, bunun əslində nə məna verdiyini biz daha əvvəl ifadə etdik. Bu heyvandarlıqla məşğul olan insanları bildirmək üçün o dövrdə istifadə olunan bir söz idi. Yəni. Və mən adətən bu məsələlərdə çalışıram həmişə ki, neytral olan və yaxud da hətta qarşı tərəfə simpatiyası olan alimlərin fikirlərinə istinad edib ki, yəni burada hər hansı bir, belə deyək də, o sual işarəsi və yaxud da ki, müəyyən bir fikrə simpatiya edən insanların, belə deyək də, sadəcə fikirlərinə üstünlük verdiyimiz zənn edilməsin. Məsələn, bir erməni araşdırmacı var, Arşak Poladyan. Bunun hələ Sovet zamanında, 1980-ci illərin ortalarında İrəvanda bir əsəri yayınladı. Əsər o dövrdə rusca yayınladı. Kürdülər ərəb mənbələrində. Yəni əsərin adı, bax, təxminən bu cürdür, bəli. Deməli, o əsərdə Arşak Poladyan, hətta mən səhifəsində deyirəm, 10-cu, 11-ci səhifələrdə. Orada deyir ki, biz bəli, Kürdülərin ərəb mənbələrində hansı şəkildə fəaliyyətlərinin əks edildiyini burada ifadə edəcək, araşdıracaq. Lakin deyir, əvvəlcə onu bilmək lazımdır ki, kitabın ilk səhifələrində bunu yazır, 10-cu, 11-ci səhifələrində. Onu bilmək lazımdır, deyir ki, Kürd deyəndə ərəb müəllifləri əksəriyyət etibarilə deyir, əsas etibarilə Kürd deyəndə heyvandarlıqla məşğul olan, o əski Sasani imperiyası sərhədləri içində heyvandarlıqla məşğul olan əhalinin nəzərdə tutulurlardır. Və bununla bağlı da sadəcə özünün fikri olaraq bunu demir. Orada çox məşhur Avropanın, Rusiyanın və s. alimlərindən iqtibaslar verərək bunu deyir. Və eyni zamanda da ərəb mənbələrinə də istinad verir. Ki, ərəb mənbələrində də bu məsələ budur. Yəni, bu məsələ bilsin necədir? Elmdə sübut olunmuş bir şeydir, yəni bu. Bunu baxın, erməni araşdırmacısı belə etiraf edir. Hansı ki, məsələn, çox arzulayardı ki, məsələn, deyək ki, aparsın Səfəviləri Kürd etnosuna bazıqlar. Erməni belə deyək də, bunu etiraf edir. Deyir ki, xeyirdir, bu etnik mənşə ifadə etmirdi. Bu sadəcə yarım köçəri heyvandarlıq ilə məşğul olan əhali zümrələrini ifadə etmək üçün istifadə olunan bir söz idi. Şimdi yenidən slaytımız üzərinə. Mənim belə deyək də, açıqlamam anlaşıldı mı? Tam kifayət elədi, bəli. Deməli, indi burada Toğan, məsələn, yenə də Ayasofya əlyazmasına əsaslanaraq deyir ki, Ayasofyada deyir, Ayasofya əlyazmasında Səfəvilər özlərini Seyid adlandırmırlar. Halbuki bu əlyazmanı biz təbii ki, əldə etdik. Bu əlyazmanın 6B vərəqində, onu da söyleyeyim ki, hansı Ayasofya əlyazmasıdır bu? Toğanın A əlyazması olaraq ifadə edilir. Bəli. Yəni Səfəvilərin hakimiyyətə gəlməmişdən bir 10 il qabaq. Elədir. Baxınız, burada deyir ki, bizim əsəbimizdə seyidlik vardır. Yəni burada düzdür, bu nüsxədə seyidlik şəcərəsi yer almır, ancaq açıq-aşkar deyir ki, bizim əsəbimizdə seyidlik vardır. Bu Səfəvilərin iqtidara gəlməsindən 10 il əvvələ aid olan bir mətindir. Halbuki Toğan və ona istinad edən bütün müəlliflər yazıblar ki, bu Ayasofya yazmasında Səfəvilərin seyidliyinə bağlı heç yox. Halbuki var. Hörmətli izləyicilər, bir dəqiqə, hörmətli izləyicilər, deməli, baxın, bəziləri iddia edirlər ki, mən gedib oxumuşam, mənlə də debata çıxmaq istəyir həmin adamlar, indi özləri bildi kimdir. Mən gedib oxumuşam ilkin mənbələri, yoxdur, orada heç bir yerdə Səfəvilərin seyid olması yoxdur. Onlar bunu uydurublar, ancaq Səfəvilər hakimiyyətə gələndən sonraki dövrdə. Yəni, belə iddialar ilə üzrə yekə-yekə danışırlar. Yəni, özlərini elə göstərirlər öz çevrələrinə ki, sanki onlar alimdirlər və sənətdən öyrənir. Sənət budur.
Baxın Namiq müəllim, ona görə mən Namiq müəllimlə ilk çıxışımızda da dedim ki, mən onu özümə komik niyə görə bilirəm? Bax, buna görə. Adam sənədlərlə danışır. Yəni mən tarifi yanaşmanı Namiq müəllim sizdən öyrənirəm. Sizin yox, həqiqətən elədi. Elə o vaxtdan, tələbə vaxtından sizin əsərlərinizi oxuyaraq mən görürdüm orada siz nə cür yanaşırsınız. Ona görə bax belə verilişlərin sayı çox olmalıdır ki, bizim izləyicilərimiz görsünlər tarix nə cür araşdırılır. Hər söz sənədlə olmalıdır. Yəni Aya Sofyan nüsxəsi 1491-ci il nüsxəsində Səffatüs Səfanın fakt göründü ki, yəni həmin o əsərin özü gətirildi. Burada göründü ki, orada qeyd olunur ki, deməli Şeyx Sədrəddin qeyd edir ki, bizim nəsəbimizdə seyidlik var. Yəni nə olsun ki, seyid şəcərəsi verilməyib. Adam özü deyir ki, bizim nəsəbimizdə seyidlik var. Amma siz deyirdiniz ki, bir Leyden nüsxəsində konkret seyidlik qeyd olunur. Orada seyidlik şəcərəsinə də yer verin. Onun da üstünə gələcəyik. Mən əvvəlcə bu məsələni izah edeyim. Sonra 14-cü əsrin ortalarında deməli Samir müəllim və hörmətli izləyicilər, Buxaralı bir şair var. Nasir adında bir şair var. Nasir Buxarai və Nasir Buxari olaraq da anılan bir şairdir. Bu şairin deməli şeirləri İranda yayınlanıb. Farsça şeirlər yazan bir şairdir bu. Deməli bu şair Ərdəbil şəhərində də o dövrdə ziyarət edib və Şeyx Sədrəddinə bir şeir, deməli Şeyx Sədrəddini öyən, onun məth edən bir şeir hazırlayıb. Bu şeirdə də Rəsulun, baxın, yəni peyğəmbərin öncəliklə adını burada qeyd edir. Daha sonra isə o həzrətin xələfi olan Şeyx Sədrəddinin adını vurğulayır. Yəni burada 14-cü əsrin ortalarında Şeyx Sədrəddinə təqdim olunan şeirdə o peyğəmbərin xələfi olaraq deməli ifadə edilir ki, bu da eyni zamanda olayı yolla olsa belə o dövrdə artıq Səfəvilərin seyid olduqları haqda məlumatların olduğunu sübut edir. Ondan sonra Əqibül Əşraflıqla əlaqədardır biz. Əqibül Əşraf Azərbaycanda 1441-ci ildə. Deməli Əli Rızavi adlı bir adam idi. Əqibül Əşraf nədir? Qısaca onu deyin, zəhmət olmasa. Onu əslində daha əvvəl biz izah elədik. Bu seyidlərin siyahılarını hazırlayan, dövlətin bunlarla əlaqədar siyasətini yürüdən bir müəssisədir. Dövlət müəssisəsidir yəni. Əli Rızavinin oğlu Şəmsəddin Əli Hicri 845-ci ildə, 1441-ci il miladi ilində. Deməli Firuz Şahın seyid olması ilə bağlı şəcərəni hazırlayıb və imzalayıb və bu şəcərə İranda yayınlanıb. Bunlar son illərdə çıxan sənədlərdir bunlar. Bunun əsli də deməli hardan çıxıb onu da sizə deyim. Əslinin bunun ortaya çıxarılması Suriyada oldu. Deməli bu sənəd Suriyada ortaya çıxarılıb və daha sonra isə İranda yayınlanıb. 1441-ci ilə aid olan bir şəcərədir bu. Burada da mən bunu burada eyni zamanda müəyyən açıqlamalar da var. Mən bu açıqlamalarla bir yerdə bunu tərcümə etmişəm. İndi onun da slaytını yansıtıram sizə. Deməli bu şəcərədə də Firuz Şahın seyidlik şəcərəsinə yer verilmişdir. Musa Kazıma varıncaya qədər, baxın burada yer alır, ən altdakı sətirdə yer alır. Bu şəxsə varıncaya qədər Firuz Şahın bütün şəcərəsi deməli burada ifadə edilir. Bu hələ Səfəvilərin hakimiyyətə gəlmişdən 60 il əvvəl aiddir bu şəcərə. Heç onda Səfəvilərin siyasi iddiaları hələ önə sürülməmişdir. Səfəvilərlə siyasi iddialar belə önə sürməmişlərdi. Ancaq artıq onların seyidlik şəcərəsi Azərbaycan Əqibül Əşraflığın. Burada yazıb da oxuyuram Firuz Şah İbn Cəlaləddin. Bəli, mən bunu çevirmişəm mən bunun hamısını. İndi həmin məqaləni də indi sistemə əks etdirərəm. Deməli orada axırda deməli Musa Kazıma varıncaya qədər bu şəcərə burada adbaad Asimov Əmlüklər zamanında aid olan bir müəllif. Çox bilinən bir müəllifdir. Sibit İbn Əl-Əcəmi. Bu adamın da hazırladığı əsərdə eyni zamanda Səfəvilərin seyid olduğuna aid. Baxın burada yazır Seyyidi Əli İbn Sədrəddin Əl-Ərdəbili. Burada Əli İbn Sədrəddin dediyi Xacə Əlidir. Səfəvi şeyxlərindən Xacə Əlidir. Ondan sonra, yəni bunlar hamısı 15-ci əsrə ayrılanlar. 1459-da özdə Səfəvilər onu yazmayıb da. Bu rəsmi ya da ki deyək ki, Əmlüklər onu yazıblar. Bəli, Əmlük zamanının müəllifi onu yazır. 2010-cu ildə baxın. Iranian Studies deyə çox məşhur bir jurnal var. Bu jurnal İngiltərədə çap olunur. Kazuo Morimoto adlı deməli müəllif. Bu özü şərqşünas bir araşdırmacıdır, çox tanınan, bilinen bir alimdir. Bu şəxs İraqda hazırlanmış olan 1460-63-cü illərə aid Səfəvilərin seyid şəcərəsini, hansı ki hal-hazırda İngiltərədədir, Britaniya kitabxanasında mühafizə olunur. Deməli, orada mühafizə olunduğu arxiv nömrəsində isə 1406. 1406 sayılı bu sənəd
1460-cı illərə aid. Və bu sənəddə də Səfəvilərin yenə Seyid olduqları açıq bir şəkildə vurğulanır. Və bu barədə də bu adam 2010-cu ildə ingiliscə məqalə yazıb, bunu internetdən də tapıb oxumağınız mümkündür. Mən burada Firuz Şahların qabağında Əl-Kurdi var, yoxsa necə? Yox. Burada mən bunların hamısını mən sizə deyim. Biraz əvvəl, biraz sonra mən onu da ekrana əks etdirərəm. Deməli, bunların hamısının tərcüməsini mən hazırlamışam və nəşr olunub. İndi onu da ekrana mən əks etdirərəm. Orada bunları var. Çox maraqlıdır, çox maraqlıdır. Ondan sonra yenə də bir faktı sizə deyim ki, deməli Ərdəbildə aparılan arxeoloji araşdırmalarda orada bir Ərdəbilli bir arxeoloq var. Adı da Həsən Yusifidir. Bu Həsən Yusifinin və onun həmkarlarının apardıqları arxeoloji araşdırmalarda Ərdəbildən deməli bir daş kitabə tapılıb və orada da yenə eyni şəkildə Şah İsmailin böyük qardaşı olan deməli Sultan Əli, Seyyidüs Sadat, yəni Seyidlərin Seyidi deyə orada anılır. Yəni bu da o dövrdə Ərdəbil bazarında qoyulmuş kitabə olub. Burada ətraflı onun haqqında məlumat yer alır. Və bunlar da olduğu kimi çap ediblər. Yəni orada da Səfəvilər Seyyidüs Sadat adlandırılır. Yəni bu faktlar onu sübut edir ki, Səfəvilərə də iqtidara gəlməmişdən əvvəl bunlar Seyid olduqlarını iddia edirdilər və məsələn biz Buxaralı şairdən örnək verdik. Əmlük zamanına aid olan bir müəllifdən örnək verdik və Səfəvilərin öz əsərlərindən, müxtəlif sənəddən örnək verdik ki, bu sənədlər onu sübut edir ki, Səfəvilər bunu iddia edirdilər, amma onların müasirləri olan insanlar da bunun huzur olduğunu, yəni bunların seyid olduğu və yaxud da ən azından belə bir iddiaya malik olduqlarını anlayırdılar bunlar. İndi mən icazə versəz, eyni zamanda deməli Hollandiyadakı əlyazma ilə əlaqədar. Mən onu da istəyirəm ekrana əks etdirək. Deməli Samir müəllim və hörmətli izləyicilər, mən həmin o 2018-ci ildə həmin o dediyim simpoziumda çıxışı hazırlayanda hələ onda bu Hollandiyadakı əlyazmanı mən əldə etməmişdim. Mən bunu daha sonra əldə etdim. Təxminən 2020-ci il ya 21-ci il onu əldə etdim mən. Safatus Səfanın Hollandiyadakı əlyazmasında bax hal-hazırda ekranlarınızda əks olunan Səfəvilərin Seyidlik şəcərəsinə yer verilib. 1485-ci ilə aid olan bir əlyazma. Bu əlyazmanın sonunda Həzrəti Əliyə varıncaya qədər Səfəvilərin Seyidlik şəcərəsinə yer verilmişdir. Toğan burada yoxdur müəllim. Toğan yanlış. İndi mən onu izah edeyim sizə. Toğan əslində məqaləsində etiraf edir ki, mən əslində deyir Hollandiyadakı əlyazmanı araşdırmamışam. Amma hansı cür ondan istifadə edilməli? O illərdə Jan Karl adında bir Avstriyalı araşdırmacı var. O özü Hollandiyada işləyir. Özü Avstriyada amma Hollandiyada işləyir 1950-ci il. Jan Karl'dan xahiş eləyir ki, sən oradasan hazır. Orada bir araşdır gör. Safatüs Səfanın oradakı əlyazmasında Səfəvilərin seyid olması ilə türk olması ilə əlaqədar faktlar var ya yox. Mənə xahiş edirəm bu barədə məlumat ver. Bunu özü yazır. Toğan bunu o şəkildə yazır. İki dənə sual ona verir. Yəni bu seyidlərmi bunlar həmin o əlyazmaya əsasən ya yox, türkdürlərmi ya yox. Jan Karl da daha sonra məktubunda Toğana bildirir ki, mən bunu araşdırdım. Xeyr, burada onların nə türk, nə də seyid olduqları ilə bağlı heç bir fakta yer verildi. Yəni Toğan da bu Jan Karl'ın bu məktubu üzərindən yazır ki, zaten mən Ayasofyanı araşdırdım. Burada da belə faktlar yoxdur. Jan Karl'ın da yazdığına görə Hollandiyadakı əlyazmasında da belə bir fakt yer almış. Halbuki biz az əvvəl dedik Ayasofyadakı əlyazmanı da yəni fotoğraflarını mən əldə elədim və eyni zamanda Hollandiyadakı əlyazmanın da elektronik surətini əldə elədim. Yəni hər ikisini biz əldə elədik və hər ikisində də Səfəvilərin həm seyid, həm də türk olduqlarına dair faktların yer aldığına şahid olduq. Ki burada dediyim kimi Ayasofya nüsxəsindən 6 il əvvəl aiddir bu nüsxə. Ayasofyadan fərqli olaraq burada nəinki seyid olduqları vurğulanır, hətta seyidi şəcərələrinə də burada yer verilir. Bu da Səfəvilərin haqqında eləmişsəm 16 il əvvələ aid. Yəni hakimiyyətdə yüksəlmişdən əvvəl 16 il əvvələ aid olan bir soy ağacıdır. Deməli bu seyidliklə əlaqədar, yəni burada yer alan faktlar bunlardan ibarətdir. Deməli, Səfəvilər dövlətinin seyidliyi ilə bağlı biz nəyə gördük? Seyid olması ilə bağlı. Çünki belə bir iddia var idi ki, keçən biz bunu dedik. Səfəvilər dövlətinin seyid olması ilə bağlı belə bir iddia var ki, yalnız hakimiyyətə gələndən sonra Səfəvilər seyid olduqlarını öz siyasi məqsədləri ilə əlavə ediblər. Yəni siyasi məqsədlə əlavə etdiklərini olar ya olmaz onu mən dəqiq bilmirəm, amma fakt budur ki, Namiq müəllim bu gün göstərdi ki, seyid iddiaları hətta Səfəvilər hakimiyyətə gəlməmişdən çox-çox əvvəllərdən vardı. Nəyi gördük? Onu gördük ki, nüsxələrdə, birbaşa nüsxələrin özündə seyidlik iddiası var. Şeyx Sədrəddin deyir ki, bizim nəsəbimiz seyiddir.
özü deyir. Ondan başqa paralı şair Ərdəbilə ziyarətə gələndə, bəli, o birbaşa Şeyx Sədrəddinə həsr etdiyi şeirində onu Seyid adlandırır, Rəsulun xələfə adlandırır. Bundan başqa müxtəlif bir-birinə bağlı olmayan mənbələrdə Səfəvilər Seyid adlanır. Məmlüklərlə bağlı mənbədə, hətta rəsmi sənədlərdə də, Nəqibül Əşraflıqda da, bayaqlar onu da Namiq müəllim izah elədi, Nəqibül Əşraf. Yəni məmlük müəllifləri də var ki, belə deyirlər ki, Səfəvilər Seyid olduqlarını iddia edirlər. Bunlar hansı illərdə? 15-ci əsrin axırlarına aid olan mənbələrdir, 15-ci yüzilliyin mən. Yəni hətta belə deyək də, Səfəvilərə simpatiyası olmayanlar belə, onların ən azından belə bir iddiasının olduğunu vurğulayırlar. Yəni Səfəvilər iqtidara yüksəlmədən əvvəl. Deməli burada indi Samir müəllim ikinci deməli sual. Səfəvilərin türk olduqları ilə əlaqədar Safatu Safada yer alan hansı faktlar var? Mən yenə də hər iki əlyazmanı, yəni Koqanın istifadə elədiyi, yəni Hollandiyadakı və Ayasofyadakı əlyazmaları mən öncəliklə araşdırdım ki, yəni bu adam bunların ikisindən istifadə edib deyir ki, bunlar türk olmayıblar. Həqiqətənmi yəni burada belə bir fikirlər var? Ona görə mən sırf onun araşdırdığı əlyazmaları yenidən araşdırdım və ortaya çıxdı ki, bu əlyazmalarda bir xeyli səhifələrdə Səfəvilər əslində türk olaraq adlandırılırlar. Xüsusən də Şeyx Səfiyyəddin Ərdəbil. Bax, burada Piri türk olaraq burada yer alır. Şeyx Səfiyyəddin. Burada da tərcüməsini biz orada vermişdik. Hansı səhifədə? Yəni Ayasofya əlyazması 12B vərəqində yer alır bu fikir. Səfəvilərin türk olması ilə əlaqədar bu fikir ki, Şeyx Səfiyyəddin türk piri adlandırır. Pir, yəni müqəddəslik ifadə edən bir sözdür. Bəli, o dövrdə eyni zamanda şeyx mənasında da istifadə olunur. Mürşid mənasında da istifadə olunur. Qoca adam mənasında da istifadə olunduğu vaxtlar olub. Yəni, amma burada əsasən bunu adamın, yəni mənəviyyat sahəsində öndər adamlardan olduğunu ifadə etmək üçün belə bir sözdən istifadə olunur. Yenə də burada, baxın, piri, türk sözü yenə də burada yer alır. Mən burada işarə edəndə ekranda əks olunur. Görünür, bəli. Burada biz bunun tərcüməsini vermişik Samir müəllim. Baxın, burada deməli ikinci sətirdə burada yer alır və bu da 12B vərəqindən aldığımız bir ayrı örnəkdir. Bu neçənci il nəşridir? Yox, bu çap olunmuyor. Bu 1491-ci ilə aid olan əlyazmaya aid olan səhifələrdir. Yəni bu çap olunmuyor bunlar. Yox, başa düşdüm mən nəşr edən, yəni neçənci ilə aiddir onu soruşmaq istəyirəm. 1491-ci ilə aid olan əlyazmasından. 13B vərəqi var. Yəni 13B vərəqində də baxın burada. Piri türk. Bəli, yenə də türk olduqları xüsusi vurğulanır. Keçirik o birisi səhifəyə. Burada da gördüyümüz kimi yenə də 13B vərəqindən. Yenə də burada baxın. Piri türk, bəli, piri türk ifadəsi dəfələrcə, hətta eyni səhifədə 200 dəfə yer alır. Yəni bu özü çox maraqlı bir şey. Ayrı səhifələrdə də var. Sadəcə bu örnəkləri buraya aldıq ki, yəni Səfəvilərin türk olması o dövrün mənbələrində, yəni bu barədə heç bir şübhə ifadə edilmir. Bu çox açıq-aydın şəkildə ifadə edilir. Biz Hollandiyadakı əlyazmanı araşdırdıq və bu cümlələri oradan biz ortaya çıxartdıq biz və bunun həm Saffatu Safada yer alan, yəni orada farsça hansı şəkildə yer alıbsa, o şəklini biz burada verdik. Həm də ki, türkçəyə tərcüməsinə burada yer verdik. Burada da yenə gördüyümüz kimi, baxın, 13B səhifəsində yenə də Şeyx Səfiyyəddin türk adlandırılır. Daha sonra yenə də həmin səhifədə 13B... Şeyx Qudsullah nədir? Qudsullah yolu. Şeyx Qəddəsallahu sırrahu. Yəni Allah onun sirrini müqəddəs etsin. Bax, o dövrdə övliyalara, şeyxlərə verilən bir, belə deyil, adı qeyd olunandan sonra bu cür ifadələrə verir. Deməli, burada da görürsünüz ki, yenə də 13B vərəqində türk olduğu vurğulanır. Daha sonra baxınız, digər bir səhifədə, yenə də baxınız, yenə də türk olduğu vurğulanır. Bu da 14B səhifəsindən idi. Yenə də 14B və 15A səhifələrində də yenə Şeyx Səfiyyəddin, baxın, burada Əmir Abdullah türk olduğu burada deməli vurğulanır. Hətta son cümlə eyni cümlə içində həmən deyə bilərik ki, iki yerdə Şeyx Səfiyyəddin türk olaraq ifadə edilir. Bu aşağıda bunun tərcüməsini də vermisiniz burada. Bəli, hamısı, bunların hamısı sənədi mən yerləşdirərəm açıqlama qismində. Hansı səhifələrdə və s. bunları da orada deməli yer vermişik biz bunların hamısına. Bu məqaləmiz bizim Akademiya Edu'da var. Yəni linkini deyirəm, Akademiya Edu'da Namiq Musalı səhifəsi var. Oradan girib bunları həm endirə bilərlər, oxuya bilərlər. İndi bəlkə ola bilsin ki, burada bütün ətraflı şəkildə biz izah etməyə zaman anlamında bəlkə də zamanımız az olur, amma oradan istəyən şəxslər ətraflı şəkildə oxumaqları mümkündür. İkinci bir xüsus o idi ki, Şah İsmailin anasını güya öldürməsi ilə əlaqədar, güya Venesiya mənbələrində belə faktlar var və s. Mən indi onun ilə əlaqədar da deməli bir slayd paylaşacağam.
Bu ola bilməzdi ki, o Leiden nüsxəsinin axırındakı o şəcərə ki yazılıb, onu bəlkə Səfəvi dövründə əlavə eləsinlər. Belə bir şey mümkündürmü ki olsun? Çünki mən orada baxdım, orada da Firuz Şahla qurtarır da deyəsən. Mətnin özündə axırına əlavə olunub o. Axır o sözsüz ki, Səfvətüs Səfanın ilk orijinal nüsxəsində o ola bilməz. Nə üçün ola bilməz? Çünki orada başlayır Şeyx Cüneyddən etibarən gedib çıxır, deməli bu Həzrət Əliyə. Düzdür. Səfvətüs Səfa Şeyx Cüneyddən 100 il əvvəl hazırlanmış bir əsər. Orada sözsüz ki, Şeyx Cüneydin adı ola bilməzdi. Onun adının yer aldığı şəcərə də ola bilməz. Amma bizim üçün burada maraqlı oldu ki, bu əlyazma nüsxəsi Səfəvilərin iqtidara gəlməsinə 16 il əvvələ aiddir. 16 il əvvələ aid. Orada həmin şəcərə yer alır. Şeyx Cüneyddən etibarən yer alır. Yəni bu onu sübut edir ki, deməli bu şəcərə elə şeyxeylərin vaxtında elə belə deyək də ora əlavə olunur. Yəni bizim üçün mən yenə deyirəm, mən iddia etmirəm ki, Səfəvilər həqiqətən də seyid idilər. Amma bizim üçün maraqlı olan nədir? Bir araşdırması ki, Səfəvilərin belə bir iddiası var idi və əllərində də bu cür bir soy ağacı var idi. Və bu soy ağacı da müxtəlif hətta qurumlar tərəfindən də təsdiqlənir. Hətta o dövrdəki digər ölkələrin müəllifləri də hətta bunları seyid olduqlarını bilirdilər. Yəni bizim üçün maraqlı olan budur. Yəni yoxsa həqiqətən də bu oradan da Həzrət Əli gedib çıxırlar soy ağacı yoxsa tarixçilik mənasında yenə deyirəm bunun önəmi yox. Olub və ya olmamasının heç bir önəmi yox. Heç bir önəmi. Yəni Həzrət Əli sülaləsindən olsalar nə olacaq, olmasalar nə olacaq. Yəni burada heç amma sadəcə belə bir iddiaya malik idilər. Mən onu demək istəyirəm. Deməli indi mən bir də Samir müəllim xatırlayırsınızsa biz dedik ki, deməli Şah İsmayılın anası ilə əlaqədar. Düzdür? 2013-cü ilin may ayında o vaxt Avropada bir Ələvi akademiyası var. İndi də var. Avropa Alevi Akademisi. Onlar məni dəvət etdilər deməli Almaniyada bu Şah İsmayıl haqqında məruzə edib. Mən də orada məruzə edən vaxt orada təbii ki Almaniyanın müxtəlif şəhərlərində oldu. Bir həftə ərzində hardasa belə. Orada ən çox mənə verilən suallardan biri bu oldu ki, bəs Şah İsmayıl həqiqətən də öz anasını öldürdü falan. O dövrdə də Türkiyədə Şah İsmayıl haqqında müəyyən romanlar yayınlanmışdı. Bəli, Şah və Sultan yayınlanmışdı. Ondan əvvəl İsmayıl romanı var idi. Ehab Çavuroğlu'nun ondan əvvəl çıxmışdı o. Daha Şah və Sultan sonra yayınlandı. Əslində bu romanlarda təbii ki, romanda müəllif çox şeyi iddia edə bilər. Onu bir belə deyək də həqiqi bir fakt kimi almaq son dərəcə yanlışdır. Yəni o da müəllifin xəyal ürünüdür də belə deyək bu. Amma əlbəttə ki, romanlarda belə bir fikrin yer alması o dövrdə bəzi insanlarda sual yaratmışdı. Mən təbii ki, orada şifahi şəkildə bu sualları izah etdim mən. Yəni ki, bu hadisəsində nəzir olub Şah İsmayıl öz anasını yox, ögey anasını öldürür və s. Orada mən eyni zamanda bunu hiss elədim ki, bu barədə nəsə elmi məqalə hazırlamağa bir ehtiyac var. Biz bu məqaləni hazırladıq və bu 2016-cı ildə səhv eləmirəmsə elə Almaniyada yayınlandı və biz burada həm ingiliscə, həm də almanca açıqlamalar verdik eyni zamanda. Hadisə hansı cür olub, mənbələr əsasında belə. Bu məqalə çap olunandan sonra mən sizə deyim ki, Türkiyədə aparılan araşdırmalarda artıq o Şah İsmayılın artıq anasını öldürmədiyi fikri qəbul olundu. Deməli, Muhsin Macid var, çox məşhur bir araşdırmacıdır və Şah Xətai divanını da ən son Ankarada dövlət səviyyəsində deməli nəşr edib. Özü də həmin divanın deməli ön sözünü, onu da deyim, Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğan ona bir ön söz hazırlayır. Yəni bu əsər internetdə də var, səhv eləmirəmsə, istəyənlər oradan endirib oxuya bilərlər. Yəni mən bunu nə üçün vurğulayıram? Dövlət səviyyəsində hazırlanan bir əsərdir Şah Xətainin şeirləri. Və onun ilk səhifəsində yəni Muhsin Macid həmin əsərin ilk səhifəsində mənim məqaləmə istinad edərək Şah İsmayılın əslində anasını öldürmədiyi, ögey anasını öldürdüyü fikrini müdafiə edir və mənim orada haqlı olduğumu ifadə edir. Və bundan sonra da bir çox araşdırmacılar yəni bu yöndə öz fikirlərini bildirdilər ki, bəli, həqiqətən də bu tarixçilikdə yanlış olaraq Şah İsmayılın öz anasını öldürməsi məsələsi ortaya çıxmasında ögey anasını Ali Rıza Özdəmir məsələn xüsusi məqalə hazırladı bu barədə. Ondan sonra Tufan Gündüz bəli hoca da ən son 2024-cü ilin iyun ayında Erzincan'da mən əvvəl dedim bir Şah İsmayıl simpoziumu düzənlənmişdi. Orada ilk elə məruzəçilərdən birisi də Tufan hoca idi. Orada şeyləri yaman dəyişib var. Əvvəllər o da əks cənab idi, sonradan orada Tufan hoca xüsusi vurğuladı ki, deməli Şah İsmayılın öz anasını öldürdüyü iddia etdi, lakin həmkarımız Namiq Musalının araşdırmaları sonucunda müəyyənləşdirildi ki, əslində ögey anası. Yəni bu məsələ artıq bu gün tarixşünaslıqda Türkiyədə ən azından belə deyək də bu barədə
önəmli araşdırmacılar, Tufan Gündüz kimi, Ali Rıza Özdəmir kimi, Muhsin Macid kimi araşdırmacılar artıq bunu bir mənalı şəkildə artıq qəbul edirlər ki, Şah İsmail öz anasını yox, ögey anasını öldürür. Deməli Tufan Gündüzün də fikrinin dəyişməyinə siz səbəb olmusunuz da? Yox, mən səbəb olmamışam. Tufan hocanın xidmətləri çox böyükdür. Türkiyədə Şah İsmailin araşdırılması, tanıdılması ilə əlaqədar. Hələ 2013-cü ildə biz aprel ayı idi, 2013-cü ildə. O dövrdə deməli Bakıda bir beynəlxalq simpozium var idi. Şah Xətai və Sultan Səlim simpoziumu. O dövrdə də Tufan Gündüzün həmin o Şah İsmail əsəri yeni yayınlanmışdı. Dəvət etmişdik biz onu da, ora gəldilər, onlar da çıxış elədilər falan. O vaxtlarda münasibətimiz var, amma biz necədir? Burada heç kəsin fikrini təsir altına almır. Sadəcə şəxslər özləri müəyyən bir mövzu ətrafında uzun bir zaman araşdırma aparandan sonra təbii ki, öz fikirləri sağlam təminə oturur. Məndə də məsələn elədir. Mən məsələn, o bir ki, deyirsiniz ki, belə deyək də bu vaxta qədər hesab olunurdu ki, Səfəvilər iqtidara yüksələndən sonra Seyid olduqları və ya da Seyid soyağacları hazırlayırlar. Mən də əvvəl məsələn o cür fikirləşirdim. 20 il əvvəl mən də o cür fikirləşirdim. Hətta öz əsərimdə o cür yəni yazmışam. Çünki o dövrə qədər bu sənədlər ortaya çıxarılmamışdı. Az əvvəl nümayiş etdirdiyim həmin o sənədlər, həmin o soyağacları və s. Bu sənədlər son 15 ildə ortaya çıxdı. Bu sənədlər ortaya çıxandan sonra ki, Hollandiyadakı əlyazmanı da biz əldə etdik oranın sürətini. Biz onu ilk dəfə yayınladıq. O birislərdən 3 dənə soyağacı vardı Səfəvilərin bu iqtidarı gəlmişdən əvvəl. Biri İranda yayınlanmışdı, bir də İngiltərədə. Üçüncüsünü də biz Hollandiya'dan əldə etdik. Onu yayınladıq, biraz əvvəl nümayiş etdirmişdik. Və yaxud da ümumiyyətlə mən sizə bir söz deyim. Kimlər ki sırf Səfəvi araşdırmacısıdırlar. Türkiyədə mən bir çox adamla şəxsən şəxsi münasibətlərimiz var və s. Yəni kimlər ki şəxsən Səfəvi araşdırmacısıdırlar, onlarla bizim aramızda böyük bir uçurum olmur heç vaxt. Çünki ikimiz də eyni mənbələrdən istifadə edirik. İkimiz də eyni faktlardan, eyni faktlardan istifadə edirik. Başınız məni. Və hardasa belə deyək də o müəyyən fərqlər olsa çox böyük bir uçurumun olması birisi də imkansızdır. Başınız məni. Mütəxəssislər arasında sırf belə deyək də birisinin ki artıq ağdır, birisinin qaradır, belə bir şey ola bilməz. Başınız məni. Biri deyəndə ki ağdır, o zaman deyək ki, yox, sən deyən qədər də ağ hesab eləmək olmaz deyil. Hardasa bu qədər bir fərqlilik olur fikirlərin arasında. O bilməyən adamlardır ki, durur elə. Ancaq bəli, kim ki mütəxəssis deyil, məsəl üçün deyək ki, sırf araşdırır Osmanlı tarixini. Görürsünüz məni. Görürsünüz ki, Səfəvi sahəsində mütəxəssis olmadığı üçün sırf hardasa şuurlu və ya şuursuz şəkildə yanlış müəyyən şeylər oxumayıb, araşdırmayıb. Görürsünüz məni. Sırf həmin o mənbələri araşdırıb müəyyən fikirlərə varmaq ayrı bir şeydir. Bir də var ki, elə araşdırmadan elə deyək, 2 kəlmə oradan eşidib, 1 kəlmə buradan oxuyub durub nəsə bir fikir bilmək, bu tamam ayrı bir şey. Məsələn, Şəfaəddin Xoca var İstanbul Universitetində. Son vaxtlarda birisi Səfəvi mənbəsini yayınlayıb və s. Hətta mənim bir kitabım var idi, editor oldu və s. Məsələn, oyunla da bizim məsəl üçün müəyyən o fikir ayrılıqlarımız olur. Ancaq ki, heç vaxt ola bilməz ki, məsəl üçün, o tamam ayrı şeydirsin, mən tamam ayrı şeyim. Görürsünüz məni? Hardasa o müəyyən qədər, o müəyyən bir belə deyək də, hədd var ki, o həddə qədər fikir ayrılıqları ola bilər. Görürsünüz məni? Yoxsa ki, burada çox belə deyək də, tamam belə deyək də, o bir-birindən zid, bir-birindən fərqlənən, əlbəttə ki, o şeylər ola bilməz yəni. Çünki eyni mənbələri araşdırırdıq, eyni faktları analiz edirik. Görürsünüz məni? Yəni, Şah İsmailin anası ilə əlaqədar, mən onu istəyirəm, Şah İsmailin anası ilə əlaqədar. Deməli, baxın, 16-cı əsrin o dövrki İtalyan mənbəyində, baxın, buradan matrigna ifadəsi. Nə deməkdir? Bu ögey ana. Deməli, İtalyancada matrigna ögey anadır, madre isə anadır. Madre, matrigna. Bəli, bəli. Madre, yəni bir adamın öz anasıdır, matrigna isə ögey ana mənasındadır. Deməli, mənbənin orijinalında matrigna şəklində yer alır. Bu hansı əsərdəndir müəllim? Bu Venesiyalıların səyahətnaməsindəndir. Deməli, 16-cı nədir? O əsərindən. Katerino Zenonun səyahətnaməsi. Katerino Zenonun səyahətnaməsi. Əlbəttə ki, Zeno öləndən sonrakı, belə deyək də, mən onu daha əvvəl izah elədim buna. Son nəvəsinin də adı Katerino Zenodur eyni zamanda. O bunu 1550-ci illərdə yayınlayır. İlk dəfə əlavələr edib. Özü də səyyah olurdu. Ticarətlə məşğul olurdu. Şərq ölkələrinə səyahət edib. Düz Azərbaycanda olmuyor. Ancaq məsələsində o Şam vilayətinə falan çox səfərlər edib. Onun məsələn yazdığı səyahətnamədə matrigna şəklində yer alır. Amma sonradan bəzi şəxslər buna istinad edib anasını öldürdüyünü yazırlar. Bu yanlış bir şeydir. Matrigna şəklində açıq-aşkarlıqda yer alır. Hətta burada yazmışam mən ki, son 5 sətr içində və digər səhifənin də ilk 5 sətri içində bu məsələ izah olunur. Məsələ nədir? Deməli, daha əvvəl də dedim də, bu Ağqoyunlular ki, şeyxeyləri öldürdülər. Həmin o şeyxeyləri öldürən adamlardan, Ağqoyunlu əmirlərindən birinə şeyxeylərin həyat yoldaşlarından biri ərə gedir. Həmin hadisədən sonra. Yəni, öz ərini öldürən adamla evlənir. Və Şah İsmail də sonra həmin bu ögey anasını iqtidara gələndən sonra öldürür, edam edilir. Yəni, burada izah edən məsələ budur. Bir də o
Şah Xətainin türkçə fərmanlarından da Bəli, onu da biz göstərək və bununla da mövzunu yekunlaşdıraq. İnşallah əsas məsələlərdən biri odur ki, Səfəvilərin türkçə fərmanları olubmu? Bəziləri deyir ki, olmayıb. Hamısı farsça olduğundan tutma. Burada deməli, bu ümumiyyətlə Səfəvilər zamanına aid, mən daha əvvəl dedim, onlarla sənəd var. Onlarla sənəd var. Hətta mən sizə onu deyim ki, deməli, Səfəvilər səltənətinin Şah Abbasdan sonraki zamanına aid olan türkçə sənəd sayısı Şah Abbasdan əvvəlki sənəd sayısından bir xeyli də artıqdır. Yəni o belə bir fikir var da, güya birinci Şah Abbasdan sonra güya nə bilim Səfəvi imperiyası farslaşdı, nə bilim nə. Bunun əslində yanlış bir fikir olduğunu sübut edən ən mühüm faktor odur ki, türkçə sənədlər elə birbaşa birinci Şah Abbasdan etibarən və ondan sonraki zaman bir xeyli artır. Amma buna rəğmən elə Səfəvilərin ilk zamanlarından etibarən Səfəvilər türkçə fərmanlar da hazırlayıblar, məktublar da hazırlayıblar. Biz burada Şah İsmail'in 918-ci ilə aid, baxın, burada hansı ilə aid olduğu da yazılıb ən altda. 918-ci ilə aiddir deməli. Bu təbii ki, mən Hicri ilə deyirəm, yəni 1512-ci ilə aid. 1512-ci ilə aid olan Şah İsmail'in fərmanıdır. İndi mən bunun həcmini biraz böyüdürəm buradan. Bu fərman əlbəttə ki, türkçə olaraq hazırlanır və Musa Turgut oğluna, burada da adı qeyd olunur burada da, Musa Turgut oğluna, bəli, deməli, verilmiş bir fərmandan söz edirik biz. Bu fərman nəyi ifadə edir? Musa Turgut oğlu Anadolu'dakı Türk Oğuz bəylərindən idi. Şah İsmail da Osmanlı ilə, deməli, müharibədən əvvəl onun yanında öz adamlarından birisini onun yanına yollamışdı ki, onlar da orada ki hazırlansınlar, hazır olsunlar və lazım olduğunda Osmanlı əleyhinə fəaliyyət aparsınlar. Bu neçənci ildir, çox üzr istəyirəm? 1512. Həmin vaxt Şahqulu üsyanı vardı. 12-ci Şahqulu üsyanı bir il əvvəl, ondan əvvəl olub Şahqulu üsyanı. Deməli, burada bizim üçün maraqlı olan nədir? Sadəcə fərman türkçə olmasıdırmı? Xeyr. Ondan da əlavə çox mühüm bir şey var. Az əvvəl sizdə burada sözümüz ifadəsi var. Bax, həmin o sözümüz ifadəsi burada yer alır. Deməli, burada maraqlı fakt nədir? Deməli, Samir müəllimə örmək istəyirsə, bu sözümüz ifadəsi hələ İslamiyyətdən əvvəl türk xaqanlarının fərman verdikləri vaxt istifadə elədikləri əmir forması idi. Hatırlayırsınız da Orxon Yenisey abidələrində Tengri tək, Tengridə olmuş Türk Bilge Kağan savım. Sav nə deməkdir? Söz deməkdir. Dilimizdə var. Sav söz, bəli. Bəli, həmin o savım sözü daha sonraki yüzillərin sav sözü biraz unutulur. Olur sözüm və yaxud da sözümüz. Bu əmir şəkili Bilge Xaqandan Şah İsmail və Səfəvilərə qədər gəlib çıxır. Amma Osmanlı mənbələrində heç vaxt hökmdarlar bu formuldan istifadə etmirlər. Hətta Səfəvilər, hətta sadəcə türkçə verdikləri fərmanlarda yox, hətta farsça verdikləri fərmanlarda da. Fərman özü farsça olsa da mütləq orada bir sözümüz ifadəsi yer alırdı. Xüsusən də Şah İsmail'in fərmanlarının hamısında var. İstisnasız olaraq mütləq sözümüz ifadəsi var. Şah İsmail'dən sonraki Səfəvi şahlarında var ama orada artıq elə deyək də hər zaman yer almır. Müəyyən fərmanlarda var. Amma Şah İsmail zamanındakı fərmanların hamısında. Şah İsmail Türk dövlət ənənəsinin ən xırda ayrıntılarına qədər belə riayət edirdi. Baxın, Bilge Xaqan zamanında etibarən. Bilge Xaqan deyir ki, Tengridə bolmuş Türk Bilge Kağan savım. Burada nə edir? Öncəliklə öz hakimiyyətini Allahdan verildiyini, Tanrıdan verildiyini ifadə edir. Put anlayışı var da. Ondan sonra kim olduğunu deyir, adını deyir və sonunda da mütləq savım ifadəsinə yer verir. Şah İsmail'in fərmanlarında da ya deyirdi Əbülmüzəffər İsmail Bahadır sözümüz, ya da deyirdi ki Zillullah fil arzı Şah İsmail Bahadır xan sözümüz. Deməli, mən çox üzr istəyirəm, mənə sizdən soruşublar, elə yeri gəldi mən bunu sizdən soruşum. Nəsib müəllim var, o məndən soruşub, buradan izləyirsə ona da salam göndərirəm. O dedi sizdən sual verim ki, bu Şah İsmail'in özünü Kəyan taxtının nə bilim belə bir iddia var, bilməm o nə dərəcədə doğrudur. Hakimiyyətə gələndə özünü Xosrovun nəslindən, nə bilim Cəmşidin varisi falan belə adlandırır. Bu olubmu? Deməli, mən əvvəla icazə verin bu fikrimi tamamlayım. O sualı daha sonra cavab verərəm mən bu sualınıza. Deməli, burada Şah İsmail da nə edirdi? Şah İsmail da ilk əvvəl deməli hakimiyyətinin ilahi bir mənşəyə əsaslanır. Yəni Tanrıdan verildiyini və yaxud da ki Tanrının himayəsi altında bir hakimiyyətə sahib olduğunu ifadə edilir. Zillullah fil arz. Yəni Allahın yer üzündə kölgəsi. Şimdi bu İslam hökmdarlarında var, yəni bu digər İslam hökmdarlarında var. İkincisi Şah İsmail Bahadır xan və yaxud sadəcə İsmail Bahadır. Bir çox fərmanlarda sadəcə İsmail Bahadır olaraq anılır. Şah ifadəsində mən şəxsən əgər yanlış xatırlamıramsa 2 və ya 3 dənə fərmanında mən görmüşəm ki, Şah ünvanından istifadə edir. Biz onu Şah İsmail olaraq bilir, amma mənbələrdə, daha doğrusu mənbələrdə bu arxiv sənədlərində daha çox İsmail Bahadır kimi o əmr verir. Üçüncü hissədə isə təbii ki Bilge Kağan savım dediyi kimi
Şah İsmail'e sözümüz deyir. Yəni bunu baxın, bəzən indi o müəyyən şəxslər deyirlər ki, Osmanlı türkdür, yəni müasir düşünür ki, Şah İsmail İranlıdır. Hansı köhnə əski türk dövlət sistemini sürdürür o dövrdə? Osmanlı mı, Şah İsmail? Şah İsmail fərman verəndə belə, Bircə Xan hansı şəkildə fərman verirdisə, Şah İsmail də o cür fərman verir. Yeri gəlmişəm burada bir şey də mən deyim. Belə bir yanlış fikir formalaşır ki, Bircə Xaqanın abidəsi güya öyüd verir də, güya öyüd verir. Özündən sonraki əsillərə güya öyüd verir. Bircə Xanın abidəsi öyüd vermir. Orada Bircə Xan əslində özündən sonraki əsillərə əmr edir. Yəni məsələn, Çin ipəyinə qanma deyir. Yəni Çin tərəfindən assimilə edilmə deyir. Bunu öyüd vermir, bunu əmr edir və onu dediyi digər şeylər. Bunu əmr edərək deyir. Yəni orada öyüd vermək ayrı bir şey. Öyüd vermək orada əmr verir. Həmin o formu daha sonrasında bəs nə cür gəlib çatır Şah İsmail'e bu formu? Uyğur xaqanlığı, Türk xaqanlığını, nədir o? İdarəçilik sistemini alır. Onlar nə cür fərman veriblərsə, nə cür deyək ki, dövləti idarə edirsə, o cür onlar da sistemdən aparırlar. Ondan sonra Uyğurlardan Monqollara, Elxanilərə, Altın Orda xanlığına filana bunlar intikal. Çünki Uyğurlar da mühüm rol oynar. Əslində onlara Monqol ulusları adlandırmaq düzgün deyil. Türk ulusları da əslində bunlardan. Monqollar çox az rol oynayırlar. Həm Altın Orda həm də Elxanilərdə. Uyğurlar xüsusən mühüm rol oynayırlar. Uyğurlar vasitəsilə Elxanilərə və Altın Ordaya o biraz intikal edir. Daha sonrasında isə bu həmin o Elxanilərdən Teymurilərə, oradan da deməli Səfəvilərə. Bunu niyə görə mən belə edirəm? Bəzən bəlkə yanlış anlaşılar ki, Şah İsmail Orxun abidələrini deyək ki, öyrənib gəlib bunu. Yox, elə deyil. Bu zəncir vasitəsilə gəlib çatır Şah və Şah İsmail də bunu sürdürür. Ənənəni davam etdirir. Həmin o xan ünvanı Bahadır xan. Bu yəni bir çox mənbələrdə və hətta Şah İsmailin verdiyi fərmanlarda belə var. Ondan sonra məsələn mən ayrı bir şey deyim. O bir yaxşı dediyim sualınıza da cavab verin zamanında. O dövrün mənbələrini açın, oxuyun. Elə belə bir statistika aparın da bir. Mən təbii ki, mütəxəssislərə bunu müraciət edərək deyirəm. Bir baxın. Şah İsmail, düz deyiniz onu Şah İsmail olarak biz hamımız deyirik Şah İsmail. Amma bir baxın. Şah ünvanı ilə mı çox alınır, yoxsa Xaqan ünvanı ilə mi? Mən sizə deyim ki, Şah İsmailin mənbələrdə Xaqan ünvanı ilə anılması Şah ünvanı ilə ayrılmasından müqayisəsində hardasa belə deyək də 80%-in 20%-in. Süleyman Şahlı Xaqan. Bəli, Xaqan adlandırılır Şah İsmail. Xaqan. Yəni bütün mənbələrdə və hətta hökmdarın adı vurğulanmırsa, sadəcə Xaqan deyilirsə, Səfəvi mənbələrdə Şah İsmaildir. Bilinir ki, bu Şah İsmaildir. Bu türk dövlət ənənəsinə Səfəvilərin bu qədər belə deyək də ənənəni sahibləndiyini sübut edir. Sadəcə bu deyil, yəni külli miqdarda farklar var. Külli miqdarda farklar var oynayanlar qədər. Və yaxud da ki, dövlət adamlarının adlarına baxın, ləqəblərinə, Səfəvi saray adamlarının və s. Osmanlı ilə müqayisə edilməyəcək qədər türkcə şəxs adları var. Və yaxud da ki, vergi adları olsun, idarəçiliklə bağlı istilahlar olsun, ondan sonra hakimiyyət sistemində yer alan vəzifə adları olsun. Türkcədir bunların böyük əksəriyyəti Səfəvi zamanında. O ki, qaldı o dediyiniz deməli sual. O dövrdə bu kimi məsələlər, tutalım ki, məsələn, Ənuşiravanı Adil. Bu bütün İslam ədəbiyyatında, İslamiyyətlə əlaqəsi olmasa da, Türk ədəbiyyatında da eyni zamanda, Fars ədəbiyyatı, Ərəb ədəbiyyatında olmasa da, Türk ədəbiyyatında və Fars ədəbiyyatı, İslami dönəm ədəbiyyatında bu adam bir simvoldur. Görürsünüz məni? Təbii ki, həmin simvolda misal üçün hansısa bir ədalətin vurğulanması lazım olan yerdə misal üçün istifadə olunur. Və yaxud da Asəf, Süleyman Peyğəmbərin vəziri olur. Hansısa vəziri misal üçün hərfləmək istəyəndə deyirlər ki, Asəf səviyyəsində bir adam idi belə. Bu cür simvollar var. O köhnə dini, əski dini ənənə ilə və eyni zamanda köhnə İran imperiyasının o ənənəsi ilə əlaqədar olaraq bu cür simvollar var idi. Amma hər hansısa bir Şah İsmailin fərmanı olsun və yaxud da ki, hansısa bir Səfəvi hökmdarının fərmanı olsun, orada desin ki, mən özümü tutalım, elan edirəm, misal üçün Sasanilərin var. Belə bir şey olmuyor. Hətta Oqtay müəllim rəhmətli 1961-ci ildəki əsərində Səfəvi mənbələrindən faktlar verərək sübut edir ki, Səfəvilər Sasani xanədanına həqarətlə baxırdılar. Təşkilat-ül Əxbarda da var da. Bəli, var orada da. Çünki Şirvanşahlar özlərini Sasanilərin soyundan hesab. Halbuki Sasanilərin əlaqəsi olmur Şirvanşahlar. Şirvanşahların əslində lap belə əslini kökünü araşdırdılar, ərəbdilər. Düz deyək, 16-cı əsrdə ərəbliklərdən bir əsər alınıb qalmamışdı. Türkləşmişdi. Əlbəttə ki, yəni 12-ci, 13-cü əsr mənbələrində bunların artıq türkləşdikləri və ən azından bu prosesin artıq irəlilədiyini sübut edən müəyyən faktlar var. Ancaq Səfəvilər nə üçün Sasanilərə bu cür həqarət etməsin? Çünki onlar Şirvanşahların ataları, babaları hesab olunurdular. Ona görə də Səfəvi mənbələrində Oqtay müəllimin oxuyacaqdığı o müəyyən mənbələr var. Həmin mənbələrdə Sasanilərə qarşı mənfi bir münasibətin inkişaf edildi. Amma o ki qaldı
Türk və İran ədəbiyyatında müəyyən o şəxslərin simvollaşdırılması, bu ta Əznəvilər zamanından, ta Səlcuqilər zamanından var olan bir adət idi yəni. Yəni Səfəvi dönəmi ədəbiyyatında da var idi. Səfəvilərdən sonraki ədəbiyyatda da var, öncəki ədəbiyyatda da var idi. Bunu %100 əmin olaraq deyirəm ki, Səfəvilər özlərindən əvvəl İrana hökm edən türk xanədanları ilə müqayisə etdiyimizdə Səfəvilərdə özlərinin etnik şuurları, türk etnosuna aid olmaqları və bunu idarəçilik sistemində və digər sahələrdə hiss etdirmələri, türk ədəbiyyatını himayə etmələri, xüsusi olaraq himayə etmələri. Yəni bu daha əvvəlki sülalələrdə bunun bir örneği olmuyor. Yəni bunun bir örneği. Aşıq şeiri məsələn. Təbii ki, aşıq şeirini də saraya buraxmırdılar. Yəni saraya aşıq şeiri Şah İsmailin zamanı. Çünki aşıq şeiri digər hökm, xüsusən Osmanlılar məsələn, bunu da versək deyə bilərik. Osmanlılar aşıq şeirini belə də çox primitiv, ayağı belə deyək də, o sadə xalqın səviyyəsində olan ədəbiyyat kimi zənn edik. Amma Səfəvilər məsələn Şah İsmail zamanı aşıqlar deyək ki, Səfəvi saray mühitində özlərinə yer edindilər və daha sonraki zamanlarda da bu cür olmağı sürdürür. Yəni burada bir nəzirdir. Baxın, mən onu sizə deyim. Türk xanədanları 11-ci yüzilliyin əvvəllərindən Əznəvilərlə birlikdə mən deyirəm. Hələ Əznəvilərin o Xorasan tərəflərdəki o müəyyən idarəçilik qoyan bir tərəf. İranın o çox önəmli vilayətlərini aldılar. 11-ci əsr əvvəllərində. Onun əvvəllərindən 1925-ci ilə qədər İran adlandırdığımız ölkə türk xanədanlarının hakimiyyəti altında. Müəyyən o zaman aralıqları xaric. Əlbəttə ki, İrana hökm edən bu xanədanlar müəyyən mənada İran mədəniyyətinin və ədəbiyyatının da təsiri altında qalırlar. Məsələn, yenə deyirəm, Əznəvilərlə bağlı bunu deyə bilərik, Səlcuqilərlə bağlı deyə bilərik, Xarəzmşahlarla bağlı deyə bilərik, Elxanilərlə bağlı və daha sonraki. Eyni zamanda Səfəvilər də əlbəttə ki, buradan istisna olaraq sayılmaz yəni. Görürsünüz, Səfəvilərdə zamanında da belə deyək, İran ədəbiyyatının xüsusən İran mədəniyyətinin təsiri var idi. 21-ci əsrdə və ya da 20-ci əsrdə var olan o milliyyətçi axınlar, milliyyətçi fikirlər 16-cı əsrdə mövcud deyildi. Yəni mədəniyyətlər arasında etkiləşim var idi da, təsirlənmə var idi. Yəni Səfəviləri də bu prosesdən istisna etməyimiz imkansızdır. Amerikalı araşdırmacı John Mason Smith deməli hələ 45 il falan bundan əvvəl bir məqaləsi var onun İranyan Studies'də. Onun ilk səhifəsində deyir ki, Türklər 1000 il ərzində İran üzərində bir hakimiyyətə sahib oldular. Türklərin İran üzərində 1000 illik hakimiyyətinin zirvəyə çatdığı dövr Səfəvilər zamanı və eyni zamanda həm də enerjik bir hakimiyyət olduğunu bilir eyni zamanda. Bunu belə deyək də Amerikalı və Avropalı müəlliflər belə bunu etiraf edirlər. Amma biz istəyiriksə ki, əgər Səfəvilər də bu 20-ci əsrdə, 21-ci əsrdə mövcud olan deyək ki, nə bilim, türkçülük və ya da Azərbaycançılıq ideologiyasına sahib olsunlar. Bu əlbəttə ki, bu cür ola bilməz, mümkün də deyil yəni. O dövr tamamıyla bir dövrdür. O dövrdə nə Osmanlı'nın, nə Şeybanilərin, nə digər xanədə Səfəvilərin belə bir fikri, belə bir əndişəsi olmayıb zaten. Ancaq əlbəttə ki, faktları müqayisə edəndə, yəni Səfəvilərin türk ədəbiyyatını xüsusi himayə etmədən Fars ədəbiyyatında himayə edirlər. O ayrı bir şey. Amma təbii ki, məsələn, farsca yazan şairlər Səfəvilərdən məmnuniyyətsiz çıxıb gedirlər Hindistana. Osmanlıya da bir hissəsi gəlib sığınır. Birisi daha çox siz Hindistana, Orta Asiya Şeybanilərə sığınanlar da var. Burada heç söhbət bunların deyək ki, sünni, filan şiə filan olması üzrə getmir. Sadəcə Səfəvilərin İran ədəbiyyatına himayəsinin deməli hansı səviyyədə olması bunları qane etmir. Yəni daha əvvəlki zamanlarda bu himayə fəaliyyətləri yüksək idi. Belə deyək də Sarıqlı sanki. Səfəvi dövründə də yenə bu himayə var, azalmışdı. Ona görə də bunlar hətta şiə olan şairlər mesela Hindistana məsələn, sünni olanlar Osmanlıya gedirdi, Orta Asiya şiə olanlar daha çox Hindistana gedirdi. Hindistanda hökmdarlar daha çox bunlara maaş verirlər və s. Amma Səfəvi dövründə daha əvvəlki yüzillərdən fərqli olaraq türk ədəbiyyatına himayə bir xeyli artır. Və biz mən açığını deyim də, bax, bir dənə məsələn ədəbiyyatçılarımız məsələn durub məsələn desinlər ki, 16-cı əsrdən əvvəl bir görək ki, məsələn müəyyənləşdirsinlər ki, nə qədər şairimiz var idi. 16-cı əsrdən etibarən nə qədər şair öz dilimizdə yazan mən deyirəm. Bəli, təbii ki. Azərbaycan dilinin ən yüksək zirvəsi 16-17-ci əsrdə. Bəli, yəni 16-cı əsrdən əvvəl, yəni yenə deyirəm də, yəni mən belə bir statistik araşdırma aparmışam. Yəni çox az, yəni öz dilimizdə yazan çox az şairimiz var. Amma Səfəvi dövründə hətta fars mənşəli elə şairlər var ki, türkcə şeirlər yazır. Daha əvvəl bu mümkün deyildi. Ola bilməzdi ki, fars dursun, bizim dilimizdə şeir yazsın. Amma Səfəvi dövründə fars şairlərdə hətta türkcə müəyyən şeir, bunların sayı azdı, amma yenə də var yəni. Bu önəmli bir faktdır. Mənim deyəcəklərim bunlar. Yenə də sualınız varsa əgər. Namik müəllim, çox möhtəşəm bir veriliş oldu bugünkü veriliş. Mən yenə də zövq aldım. Mən əminəm ki, bizim izləyicilərimiz də zövq aldı. Bu formatda verilişlər bizdə yoxdur, çox təəssüf ki. Necə deyirlər, sənədlərlə, belə savadlı şəkildə faktları bir-birinin ardınca sadalayan şəxslər çox azdır. Ona görə mən sizə çox böyük təşəkkür edirəm. Yəni söhbət verilişlərdən gedir. Verilişlərdə ancaq belə ya şovdan danışırlar, ya da ki başqa şeylərdən danışırlar, qeyri-elmi söhbət edirlər. Mənim əsas məqsədim odur ki, bizim ictimaiyyət bax bu cür verilişlərə adət eləsin. Faktları sənədlər əsasında açıqlayan alimləri dinləsinlər.
Bu xüsusda mən bir daha da sizə təşəkkür edirəm. Öz qızıl vaxtınızdan ayırdınız, bu mühüm mövzulara aydınlıq gətirdiniz. Necə ki siz Türkiyədə o araşdırmalarınız nəticəsində oradakılar da baxıb gördülər ki, həqiqət başqadır. Mənə elə gəlir ki, buradakılar da səfəvlərə qərəzi olmadan, sadəcə oradan-buradan eşitdiklərini eşidib danışanlar da bəlkə biraz düşünərlər. Çünki yenə deyirəm, sənədlərlə danışıldı bu verilişdə. Ona görə çox maraqlı veriliş oldu. Sizə bir daha təşəkkür edirəm. Hörmətli izləyicilər, belə verilişləri qaçırmamaq üçün kanalımıza abunə olun və bu verilişi də paylaşın ki, qoy daha çox adam xəbər tutsun. Çox sağ olun Namiq müəllim. Təşəkkür edirəm sizə.